Axşamınız xeyir xanımlar. Biz hal-hazırda Şaxtadayıq. Komandamızın liderlərlə bərabər Yanğıt direktorumuz Xeyri xanım, direktor Rəya xanım və mən Təqminə xanım hal-hazırda seminarda iştirak edirik. 3 günlük seminarımız var. Yəni çox gözəl anlar yaşayırıq. Möhtəşəm dolu günlər yaşayacağıq burada. 3 günümüz yəni super olacaqdır. Və istəyirəm ki, xanımlarımızın da təəssüratlarını alım. Xanımlar, evdar xanımlarımıza, ikinci iş tutan xanımlarımıza nələr demək istəyirsiniz? Neyləsinlər ki, burada iştirak etsinlər? Salamlayıram mən də hər kəsi. Əvvəlcə onu deyim ki, bu işdə hər kəs çalışa bilər. İstər evdar xanım olsun, istər mənim kimi ikinci işi, Röya xanım kimi ikinci işi olan xanımlar olsun, heç fərq etməz. Şirkətimizdə bilirsiniz ki, 14 yaşdan yuxarı hər kəs qoşulub bütün bölgələrdən çalışa bilər. Burada çətin heç nə yoxdur. Bəzən xanımlara çox çətin gəlir. Deyir, mən satış eləyə bilmərəm. Deyən kimi şirkət, fabriklik deyirlər ki, yox, satış eləyə bilmərəm. Amma qızlar, bilirsiniz də burada satış etməyə o qədər də vacib deyil. Şəxsən mən deyərdim ki, xanımlara, mən burada özüm satış etmədən çox böyük bir şəbəkənin qurucusuyam, komandanın qurucusuyam və satış etmədən bu pillələrə gəlib çıxmışam. Təqminə xanım da demiş, artıq neçənci seminarımızda bilmirəm. Bugün bu sarda möhtəşəm bir seminarın ilk gününü yaşadıq və bugün şam yeməyindən sonra düşündük ki, sizlər üçün belə bir video çəkək. Bura çox maraqlıdır. Direktor və daha üst rütbə olan xanımların hər biri burada iştirak edə bilər. Bilirsiniz xanımlar, bu iş sadəcə cəsarətli xanımlar üçündür və bəzən xanımlar olur, mənim kimi cəsarətsiz xanımlar da olur, ilk addım atmağa qorxur, özgüvənsiz xanımlar olur. Bilin ki, komandalarımıza qoşulan hər bir xanıma biz hər bir xanımın əlindən tutaraq irəli addımlamağa hazırıq. Yəni onlara o özgüvəni yaratmağa, o içlərində yatmış aslanları üzə çıxartmağa sağlayacağıq. Çünki şəxsən mən özüm də çox özgüvənsiz, danışmağı bacarmayan, insanlardan qaçan, əhatəsi çox olmayan bir insan idim. Amma bu işə gələndən sonra əhatəm burada yarandı. Yəni xanımlar deyir, mənim əhatəm yoxdur. Amma bu iş əhatəsi olanlar üçün deyil də, əhatəsini yaratmağa çalışan, qazanmağa çalışan xanımlar üçündür. Həyatını dəyişmək istəyən xanımlar. Sadəcə bir telefonla, baxın biz bugün bu sardayıq, burada da işləyirik. Biz Bakıda olsaq, Bakıda da bir telefondan işləyəcək. Yəni elə bir dönəmdəyik ki, 7-dən 77-yə hamının telefonu var və hamı hara getdi, nə olursa da telefonu unutmur. Və bizim də işimiz o telefonun içindədir. Ona görə də bir telefondan dünyanın harasında olursunuzsa olun, bax bir dənə nöqtə ilə komandalarımıza qoşulub da bizim kimi qazanan xanımlardan ola bilərsiniz. Özü də ayda bir dəfə yox, 3 həftədən bir, ildə 18 dəfə. Yəni hər bir xanım bu gözəlliyi yaşamağa layiqdir. Özünüzə hər şeyin ən gözəlini rəva bilin xanımlar. Həyata bir dəfə gəlirsiniz. Və arzularınızın ürəyinizdə arzu olaraq qalması üçün yox, reala dönüşməsi üçün bax gəlin qoşulun, siz də qurulun. Sağ olun, Xeyri xanım. Da yox, siz nə demək istəyirsiniz? Onu demək istirdim ki, bir videoya baxırdım Təqminə xanım. Bir nəfər deyir ki, mən pulum olsaydı səyahətə gedərdim, pulum olsaydı maşın alardım, pulum olsaydı evim olurdu. Deyir ki, axı olsaydından iş keçmir. Biz bunu istəməliyik, biz bunu işləməliyik ki, əlimizdəki ilə biz gedək istədiyimizi eləyək. Sadəcə oturaq, xəyal quraq, niyə hərəkət eləməməklə olmur. Xanımlar, bir onu demək istəyirəm ki, işimizdə, əlimizdəki şəraitə inanaq. O inanc o qədər əlimizdəki işimiz o qədər gözəldir, o qədər dəyərlidir ki, o qədər verimlidir ki, həqiqətən də düşündükcə əlimizə nələr gələcəyini onda inanaraq həqiqətən də eləmək olur. Fikirləşməyə ki, olsaydı, var. Onu işləyək, onu əlimizə alaq, ondan sonra əlimizdəki baxırıq, doğrudan da var imiş bu iş, doğrudan da var imiş bu qazanc var imiş, gəlir var imiş, gözəl birliklər var imiş, başlamaq, bu gedəcəyimiz yol, hara qədər gedəcəyini bilmədikdən sonra, bilmədikdən sonra yola başlamalısınız artıq. Yola başlayaq. Yəni sonraları buraxın, sonra qoşularam, sonra dəvət edərəm, bir vaxt gələr başlayaram, indi alındıra bilmirəm. Bu kimi şeyləri buraxın və başlayın. Artıq başlamanızın zamanı. Bu gün vardısa, bu gün bu iş əlimizdə vardısa, biz bunu bu gün eləməliyik. Sabah eləyərəm, nə sabah bilmirik, sabah nə olacaq. Bizim bu günümüzü dolu-dolu yaşayaq bu firma ilə, bu şirkətlə. Həqiqətən də o qədər gözəl, şanslı xanımlarımız var ki, 187 nəfərlə biz bura gəlmişik. Bizi quraq, bu qazancımızı götürək, sabaha inşallah hər şey yaxşı olar. Xanımlar, bu video qarşınıza çıxıbdırsa, dəyərləndirin. Şans, fürsət, yəni qarşınızdadır. Deməyin ki, məndə alınmaz. Mən bacarmaram, elə bir şeylər unudun. Bizlər alındırmışıqsa, bizlər bacarmışıqsa, artan gəlir qazanırsa, böyük komandalar yaratmışıqsa, hər birimizdə sıfırdan başlayan xanımlar. Deməli, sizlər də edə bilərsiniz. Bu video sizlər üçün motivasiya olsun. İnanıram ki, işə ehtiyacı olan xanımlarımız, yəni başlayar artıq. Fikirləşməz ki, mən qoşulsam qazanaramı, yoxsa qazanmaramı? Yəni bilin ki, qazanacaqsınız. Burada qoşulub da itirmək deyə bir şey yoxdur. Yəni siz sərmayə yatırmırsınız. Bura heç bir şey qoymursunuz. Sadəcə o tələbatlarınızı alırsınız və artan gəlir qazanırsınız. Hər bir sistemi də biz sizi öyrədirik. Yəni siz çətinlik çəkməyəsiniz. Bizim komandaya qoşularaq artan gəlir qazanacaqsınız. Təkcə siz istəyin. Bilirsiniz, burada risk yox, sərmayə yox, pulsuz təlimlər, öyrədici sistem, hazır bir sistem, yəni bir knopka ilə öyrənə biləcəyiniz bir sistem. Çətinlik çəkmədən pul qazanacaqsınız. Evdən sadəcə özünüz istədiyiniz qədər, özünüz istədiyiniz vaxt çalışaraq 3 həftədən bir qazanc əldə
eləyəcəksiniz. Hər şey bu qədər sadə. Qoşulun siz də qazananlardan olun. Gəlir qazanmaq istəyən hər kəsi komandamıza gözləyirik. Sağ olun.